Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərə uşaqdan böyüyə hər kəsin bəyənəcəyi çox ləzzətli qabaq alaydı reseptini təqdim edirəm. Əvvəlcə yuduğum qabaqların lazımsız hissələrini təmizləyib qabıqlarını soyuram. Sonra rəndənin iri gözündən keçirirəm. Üzərinə biraz duz səpib, əlimlə qarışdırıb, kənarda biraz gözlədirəm ki, suyu çıxsın. Sonra iki kökü də rəndənin iri gözündən keçirirəm. Bir yaşıl bibəri xırda-xırda doğrayıram. Sonra biraz keşini, şüyüd, cəfəri və göy soğanı da xırda-xırda doğrayıb bunun üzərinə əlavə edirəm. Videomu izləyən izləyicilərim, sizlərdən xahişim kanalıma abunə olmağı, bildirişləri aktiv etməyi, yaxınlarınızla videolarımı paylaşmağı, rəy bölməsində fikirlərinizi bölüşməyi və bəyənməyi unutmayın ki, mənə dəstək olasınız. Dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Üzərinə 2-3 diş də əzilmiş sarımsaq əlavə edirəm. Qabaqların da suyunu sıxıb, həmin bu qarışımın üzərinə əlavə edirəm. Sonra üzərinə hardasa 100-150 qram Holland pendiri əlavə edirəm. Yəni onu da rəndədən keçirirəm. 150 ml qatığın üzərinə hardasa yarım çay qaşığı soda əlavə edib, köpürənə qədər qarışdırıb, onu da bura əlavə edirəm. Üzərinə bir paket qabartma tozu və 2 yumurta da əlavə edirəm. Sonra 1 stəkan 150 ml süd, 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, qara istiot və paprika əlavə edib qarışdırıram. Ərzaqlar bir-birinə yaxşı qarışandan sonra üzərinə 1 stəkan unu hissə-hissə əlavə edirəm.
hazırladığımız kütlə nə çox qatı, nə də çox duru olmamalıdır. Videoda qeyd etdiyim ərzaq ölçülərinə uyğun hazırlasanız, 1 stəkan, deməli 150 ml ölçüdə stəkan ölçüsüdür. Un buna kifayət edir. Əgər ərzaqların miqdarını artırmış olsanız, o zaman unun da miqdarını artıracaqsınız. Sonra tavaya biraz zeytun yağı əlavə edirəm və başlayıram aladlərimizi bişirməyə. Mən qabağı birinci dəfə idi ki, bu cür hazırladım. Ancaq hər kəs bəyəndi. Yəni inanın ki, hazırlamağımla bitməsi bir oldu. Artıq anadilər bişdi, hazırdır. Yumuşaqdır, həm də elastikdir. Yəni içi də tam bişib. Siz də hazırlayın, nuş edin. Kanalıma abunə olmağı, bəyənib rəy yazmağı unutmayın. Yaxınlarınızla videomu paylaşın ki, mənə dəstək olasınız. Sağ olun, sağlıqlı qalın. Göz haqqınızı halal edin.